Salam uşaqlar, bu günləri toplu sınağından, demək 7-ci sınağa baxırıq. Birinci qrup üçün olan 7-ci sınağa. Birinci sualımız belədir ki, metanla hər hansı bizə bir karbohidrogen verilir və metalın mol miqdarı 0,2, həmin karbohidrogenin mol miqdarı isə 0,3-dür və bunların yanmasından alınan suyun mol miqdarı isə 0,6-dır. Biz də bilirik ki, metan yandıqda, 1 mol metan qazı yandıqda bu zamanlar 2 mol su alınır. Və 1 mol metana 2 mol su alınırsa, onda bizə verilən metan nə qədərdir? 0,2. Demək 0,2-yə də nə qədər su alınır? X mol su alınır. O da eləcək 0,4. Bizim cəmi 1,6 mol sumuz var. Demək onun 0,4-ü nədən yaranıbmış? Həmin metanın yanmasından alınıbmış və X verilən bizə məhsul olan bu karbohidrogendən isə 1,2 mol nə alınıbmış? Su alınıbmış. Və bu su 1,2 mol alınan su 0,3 mol həmin məhsul olan karbohidrogenin yanmasından alınır. Yəni 0,3 molundan 1,2 mol su alınır. Bəs bunun 1 molundan nə qədər su alınır? X və tapırıq ki 4 mol su alınır. 4 mol suda uşaqlar neçə hidrogen atomu var? 8 hidrogen atomu var. 4 mol suda demək bunun da hidrogeni 2N-dir da indeksində. Yəni 2N nəyə bərabər imiş? 8-ə. N də burada nəyə bərabər olacaq? 4-ə. Demək həmin o karbohidrogenin 4 karbon atomu var. Bizdən burada N hesablayın soruşur. Sonra ikinci testə baxırıq. İkinci testdə bizə metan verilir. 500 dərəcədə parçalanması. Metan 500 dərəcədə parçalananda uşaqlar etilen alınırdı. Bir də hidrogen çıxırdı. Sonra ikinci isə 1500 dərəcədə parçalanmasıdır. 1500 dərəcədə parçalananda isə asetilin alınırdı və yenə həmçinin hidrogen çıxırdı və reaksiyamızda misallaşdıraq. İndi bunlar üçün ümumi olanı istəyir, bizdən deyir. Alınan karbohidrogenlər adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Bəli, bunun hər ikisi doymamış olduğu üçün bromlu suyu rəngsizləşdirəcək, ona görə bu doğrudur. Molekul daxili oksidaşma reduksiya reaksiyasıdır. Bəli, bu molekul daxili oksidaşma reduksiya reaksiyası, çünki oksidaşdırıcı və reduksiya edici hər ikisi metan molekulunun daxilində yerləşir. Bu da hər ikisi üçün doğrudur. 1 mol metanın parçalanmasından 2 mol hidrogen əmələ gəlir. Burada 2 molun parçalanmasından 2 mol əmələ gəlir. 1 moldan da 1 əmələ gəlir. Burada 2 molun parçalanması 3 mol əmələ gəlir. 1 moldan da 1,5 əmələ gəlir. Ona görə bu doğru deyil. Alınan karbohidrogenlərin molekulunda bir qeyri-polyar kovalent rabitə var. Demək, burada bir etilen alınır uşaqlar. Etilində 2 qeyri-polyar kovalent rabitə var. Bir də asetilen alınır. Asetilində isə 3 qeyri-polyar kovalent rabitə var. Ona görə 4 də səhvdir. Cavabımız olacaq nə? 1 ilə 2. Sonra keçirik, demək, neçənci suala baxırıq. 3-cü sualımıza. Bizə burada alken verilib və alkenin molekul kütləsi 84-dür, proton sayı 48-dir. Hər ikisinin düsturundan istifadə edib biz burada nəyi tapa bilərik? Alkenin N-ni tapa bilərik. Məsəl üçün, ya yaza bilərik 14-ün bərabərdir 84, burada da N bərabər olacaq 6-ya və yaxud da ki, protonların sayı bunlar nəyə bərabərdir? 8-inə, 8-in bərabərdir 48-ə, yenə N bərabərdir 6-ya. Və neytronların sayı isə bunlarda 6-yenə bərabərdir. N-in qiymətinə tapdıq, neçə oldu? 6. 6-yı da 6-ya vurarıq. Nə olar? Olar 36. Demək, neytronlarının sayı neçəyə bərabər imiş? 36-ya bərabər imiş. 4-cü testə baxırıq. Alkandır. Molekulunda hidrogen atomlarının sayı 14-dür. Molekulunda hidrogen atomlarının sayı 14 olan alken, demək, CnH2n plus 2 bərabərdir 14-də. N buradan nəyə bərabər olacaq? 6. Yəni 6 dənə karbon olan heksan imiş. İndi deyək ki, 2 üçlü karbon atomu var. 2 üçlü karbon atomu var. Ona görə bunun quruluşunu elə yazmalıyıq ki, orada molekulda 2 dənə üçlü karbon atomu olsun. Bu da olur 2,3 dimetil butan şəklində. Heptan izomerdə xeyr, bu heksan izomerdə 6 karbonu var. Molekulunda bir ikili karbon atomu var. Ümumiyyətlə bunda 2 dənə üçlüdür. 4 dənə də birlidir. Ona görə bu da səhvdir. 2 brom propanın natriumla reaksiyasından alınır. Bəli, biz buna belə ortadan ki bölsək, izopropil radikalı alınır. İzopropil radikalı olduğuna görə biz buna natriumla təsir etsək, bax, burada tutaq ki, bu xlordur. Natriumla təsir etsək, burada demək nə olacaq? Buradan xlor natriumla birləşəndə zəncir 2 dəfə təkrarlansa, biz bu maddəni alacağıq. Yəni bu maddə, bax, bu zənciri biz 2 dəfə təkrarlasaq nə alırıq? Alırıq 2,3 dimetil butan. Demək, ona görə də burada C variantı doğrudur.
Sonra keçirik 5-ci testimizə. Demək 5-ci testimizdə bizdə yenə virus reaksiyasına aiddir bu test. Bizə maddə veribdi və demək həmin maddənin reaksiyasını yazsaq CH3, demək buradan yazaq da. Demək bizə verilən maddəmiz radikalı, demək izobutil radikalıdır və üzərinə natrium gəldikdə burada əmələ gələcək natri xlor və burada natrium xlorla birləşir və bu radikal neyniyəcək? Təkrarlanıb əmələ gətirəcək bizim alkanımızı, yəni X maddəmizi. Demək radikalımız budur uşaqlar. Bu radikalı bir dəfə təkrarlasaq yazırıq CH2, CH, CH3, CH3. Bax, buradan ortadan bölsək görürük. 2 dənə eyni bir-birinə oxşayan radikaldır. Və adlandırsaq 1, 2, 3, 4, 5, 6. Uzun zəncirində 6 karbon atomu var. 2-ci və 5-ci karbonda metili var. Deyirik 2,5 dimetil heksan. 2,5 dimetil heksan uyğun gəlir D variantına. 8-ci testə baxırıq. 8-ci testdə 8,4 qram bizə alkin verilir və həmin alkin 800 qram 4% bromlu suyu rəngsizləşdirib. Biz də bilirik ki, alkinlərdə bir pi rabitəsi olduğuna görə 1 mol bromu rəngsizləşdirir. 1 mol bromumuz da bromun indeksində 2 olur həmişə. Ona görə onun A yerini 2-yə vururuq. 1 mol bromumuz eləyir 160 qram. Yəni 8,4 qramı bunun 800-ün 4%-ni tapsaq eləyəcək neçə? 32 qram. Yəni bu 32 qram brom deməkdir. 800 qram 4%-li, yəni 800-ün 4%-ni tapırıq. Yəni 8,4 qramı 32 qram bromu rəngsizləşdirir. Onda 160 qram bromu rəngsizləşdirirsə, həmin bu alkin nə olar? Kütləsi X olar. Yəni tapdığımız indi bu X 1 mol alkin üçün olacaq və buradan da X bərabər olacaq 42. Yəni MR 42 olan bu alkin imiş. Demək, MR də alkinlərin nəyə bərabərdir? 14-nə, 14-dən bərabərdir. 42-yə M burada nəyə bərabər olacaq? 3-ə. Demək, bu nəymiş? Propen imiş. Propenin quruluşunu yazsaq və bunun bizdən ikinci cümləsindən nəyi soruşur? Deyir, alkin molekulunda sp3 hibrid orbitallarının sayı. Alkin molekulunda 2 dənə karbonu sp2-dir. 1 dənə karbonu var sp3 hibridləşmə vəziyyətində olan və onun da neçə hibrid orbitalı var? 4 hibrid orbitalı var. 7-ci testdə baxırıq. Demək, 7-ci testdə bizə hər hansı bir maddə verilib. Adı demək 4 metil heksen 2-dir. Demək 4 metil heksen 2-dirsə, demək bunun ikinci karbonunda nə var? 2 qat rabitə var və uzun zəncirində isə 6 karbonu var. Demək biz bunu bu tərəfdən nömrələməliyik, 2 qat rabitə yaxın olan tərəfdən və ona görə 4-cü karbona da nə atırıq? Bir dənə metil radikalı atırıq. Bizə indi burada bunun bu hissəsini verib. Hansı ki, bax o bizdə hansı hissədir? Bax bu hissədir. Bax bu hissəsi verib və bizdə bu CH3-dür. Və bunun da hidrogenlərini yanına yazsaq, bu da olacaq nə? İkili butil radikalı. Və bizdən soruşur ki, bu R1 və R2 radikalları hansı radikallardır? Bunları soruşur bizdən. Metil, izobutil yox, ikili butil radikalıdır. Sonra gəlirik, demək metil, ikili butil, cavab olur nə? C variantı. Sonra 8-ci testimizə baxırıq. Yenə Euler-Venn diaqramı verilib və propenlə butadiyen brüç verib. Propenin bunların hər ikisinin quruluşunu yazaq, gözümüzün qabağında olsun. Görək bizdən nə soruşur. Demək CH2. İndi burada deyir, əmələ gətirdiyi polimerin cis trans izomeri var. Bəli, bu polimerləşəndə butadiyen brüç biz demişdik ki, polimerləşəndə 2 qat rabitə keçir mərkəzə. Yəni ortaya keçir daha doğrusu, ikinci karbona keçir və bu karbonlar sp2 vəziyyətindən sp3 vəziyyətinə keçir və ona görə də bu cis trans izomeri əmələ gətirəcək. Yəni bu ona görə birinci aid olacaq ikinciyə. Homoloji sıranın ikinci üzvüdür. Bunların hər ikisi homoloji sıranın ikinci üzvüdür uşaqlar. Molekulunda bir metil qrupu var. Molekulunda bir metil qrupu olan propendir. Sonra deyir, molekulunda 6 hidrogen atomu var. Birincinin molekulunda 6 hidrogen atomu var. İkincinin də həmçinin molekulunda 6 hidrogen atomu var. İkisi burada, ikisi burada. 2 dənə də bunlar eləyir 6. Ona görə 4 də gedəcək hara? Hər ikisinə aid olan ümumiyə. Baxırıq, indi cavabımız hansı uyğun gəlir? 2 aid oldu 1 və 1 də 2, 4 cavabımız olur nə? B variantı. Sonra baxaq 9-cu testimizə.
Demək bizə maddə verib, buten 1. Demək buten 1 verib bizə və bir də ikinci maddə isə izoprendir. İzoprenin də quruluşunu yazaq. İndi görək bizdən nə istəyir? Bunlar üçün ümumi olanı tapmalıyıq. Deyir, molekulunda metil qrupu var. Demək, buten 1-in molekulunda metil qrupu var. İzoprenin də molekulunda metil qrupu var. Elə cavabımız olacaq burada A variantı. Hər ikisi üçün ümumi olan odur. 10-cu testdə baxırıq. Bizə demək, üzvü duz verir burada. Alkanların laboratoriyada alınma reaksiyasıdır. Demək, bu üzvü duzların üzərinə biz deyirdik ki, qələvi gəldikdə nə alınırdı? Alkan alınırdı. Yəni, burada plus natrium OH gəlirik və burada uşaqlar biz deyirdik ki, bax, bu hissə gəlir, hidrogen qalır çöldə, bax, bir-birindən birləşdi. Birləşəndə nəyi əmələ gətirəcək? Əmələ gətirəcək natrium karbonatı. Və burada qalan hidrogen isə gəlib birləşəcək bu hidrogenə. Bax, bu hidrogenə birləşəcək. Onda olacaq, demək, bu CH3, CH, CH3. Bizim radikalımız budur, CH2. İndi bu hidrogendə birləşəndə olacaq CH3. Maddəmizi adlandırsa olur 2 metil propan. Ona da uyğun gələcək B variantı. 11-ci testimizə baxırıq. 2,2 dimetil propan verilib. Quruluşunu yazaq elə 2,2 dimetil propan üçün deyir, hansı ifadələr doğrudur? Bu tan izomeridir, yox, bu pentan izomeridir, ona görə bu səhvdir. Bir monoxlorlu törəməsi var. Demək, uşaqlar, bunların bir monoxlorlu törəməsi olur. Bəli, monoxlorlu törəməsi nə deməkdir? Yəni, biz burada, bunlarda əvəz etmədi də, burada hansı hidrogeni xlorla əvəz etsək, yəni bir dənə hidrogen əvəz etsək də, burada da əvəz etsək, burada da, yəni adlandıranda eyni maddə olacaqdır. Ona görə bir monoxlorlu törəməsi olur. Bu doğrudur. Bizdən doğruları istəyir də. Birli karbon atomları bütün karbon atomlarının 60%-ni təşkil edir. Bunun 5 dənə karbonu var, 4-ü birlidir. Yəni, bunlar hamısı birlidir. O da 80% təşkil edir. Ona görə 3 də səhvdir. Deyir, M karbon bölünsün M hidrogen 5-də biridir. Demək, formul belədir. C5H12. Demək, 5-i karbon ayrı 12 olduğu üçün vururuq. Eləyir neçə? 60, bununki də 12. Sonra ilə hər ikisi 12-yə bölünür də. Onda burada 5 qalacaq, burada 1 qalacaq. Onda 4-cü də doğru olacaq. Cavab olacaq nə? Cavab nə oldu burada? 2 ilə 4. Sonra 12-ci testə baxırıq. Uşaqlar, 12-ci testdə bizə alkan verilib və həmin alkanın yanmasından alınan karbon qazından son kütləsi verilib, kütlələri verilib. Burada deyir, X molekulunda atomların cəmini hesablayın. Əvvəlcə alkanın yanma tənliyini yazsaq. Demək, bu zaman M mol CO2, M plus 1 molda nə əmələ gəlir? Uşaqlar, su əmələ gəlir. Ancaq bizdə burada demək, nə qədər karbon qaz əmələ gəlib? A qram karbon qaz əmələ gəlib. A minus 60 qram isə su əmələ gəlib. Normalda bunun kütləsi 44 N-dir. Bunun kütləsini tapsaq, biz suyun burada, yəni qabanda kəmsələ vuracaq aydın məsələdir ki, olacaq 18 N plus 18. Demək, onda burada A bərabər idi 44 N-ə. Onda A minus 60 nəyə bərabərdir? A minus 60 da bərabərdir 18 N plus 18-ə. Burada A-nı gətirib burada yerinə qoysa, olar 44 N minus 60 bərabərdir 18 N plus 18. Bunları bir tərəfə yıxsaq, N-ləri eləyəcək 26 N bərabərdir 78-ə. N də burada nəyə bərabər olar? 3-ə. Demək, bunun 3 karbonu var imiş. Deyir, X molekulunda atomların cəmini tap. Propan imiş də C3H8 imiş. Atomların cəmi 3 ilə 8-i toplayırıq. Neçə eləyir? 11. Cavab olur nə? Y variantı. Sonra 13-cü testlə davam edirik. Uşaqlar, hansı ifadələr 2 metil propen üçün doğru deyil? 2 metil propen demək, əvvəlcə molekul quruluşunu yazsaq. Yoxdur, hidrogeni yoxdur artıq.
CH3. 2 metil propencindir. Doğru deyil, səhvi soruşur. Adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Bəli, rəngsizləşdirəcək, çünki bu doymamış karbohidrogendir. Səmərəli üsulla adı simmetrik dimetil etilendir. Dimetil etilen. Burada simmetrik olsa uşaqlar, burada yerləşməli idi. Həmin bu metil radikalının biri də. Ancaq bunun biri burada, biri də burada yerləşdiyi üçün, yəni biz bunu səmərəli adlandırsaq, deyəcək qeyri-simmetrik dimetil metil etilen. Ona görə bu cavab bu olacaq. Biri doğru deyil istəyir bizdən. Sonra deyir ki, molekulunda 14 sigma rabitəsi var. Demək, bunun quruluşunu biz yazsaq uşaqlar C4H8-dir. Atomlarının sayı neçədənədir? 12 dənədir. Biz də sigma rabitəsini tapanda atomların sayından bir vahid çıxırıq, eləyir 11 sigma rabitəsi. Ona görə burada 14 sigması olmayacaq. Bu da səhvdir. Hidrogen yoditlə 2 yod, 2 metil propan əmələ gətirir. Bəli, biz bunun üzərinə H yod gəlsək, hidrogen hara birləşəcək? Hidrogen hidrogeni çox oluna birləşəcək. Yod da bura birləşəcək. Molekul quruluşu belə olacaq da CH3, demək metil, yod və CH3 və adlandırsa olacaq. Demək 2 yod, 2 metil propan. Ona görə 4-cü də düzdür. Bizdən səhv istədiyinə görə 2 ilə 3. 14-cü testdə baxırıq. 14-cü testdə bizdə veribdir, demək, maddə X radikalını biz buradan tapmalıyıq uşaqlar. X radikalını yenə alkanın alınma reaksiyasıdır. Demək, burada etan alınıb və etan alınıb uşaqlar. Etan alınıbsa, demək, burada etil radikalıymış da. Demək, biz bunu yazsaq, bax, üzərinə natrium OH, bax, yenə öyrəndiyimiz qayda ilə, bax, buradan, bax, belə gəlib, belə, bunları birləşdirib natrium karbonat əmələ gətirəndə, bu hidrogen də gəlib buna birləşəndə özü deyir, etan alınıb. Yəni, etan alınıbsa, demək, bu C2, X-C2H5 radikalıymış da. Sonra deyir ki, bu C2H5 radikalının xlorlu birləşməsini, yəni, virus reaksiyasına, yəni, natrium gəlib üzərinə, və bu zamanlar bizdən alınan Y maddəsini deyir, müəyyən edin. Aydın məsələdir ki, zəncir 2 dəfə təkrarlananda olacaq C2H5, C2H5. Onun da adı nədir? 4 karbonlu butan. Demək, Y maddəmizin adı nəymiş? Bir də aydın məsələdir ki, natri xlor alınacaq. Demək, Y maddəmizin adı butan Y variantıymış. 15-ci testə baxırıq. 15-ci testdə uşaqlar bizə belə burada veribdir. Görürsünüz, CH2-dir. Demək, burada 2 qat rabitə var. İndi biraz yaxşı görünmür. Demək, CH2, 2 qat rabitə CH. Sonra burada da bir dənə CH2 var. Demək, CH2 və bu da nədir? CH3-dür. Demək, CH3. Və burada deyir ki, birləşməni H-bromla təsir etdikdə alınan maddəni müəyyən edin. Əgər biz bunun üzərinə H-brom gəlsək, Markovnikov qaydasına görə hidrogen hidrogeni çox olana birləşəcək, halogen hidrogen az olana birləşəcək. Alınan maddə olacaq, demək, 2 brom propan. 2 brom propan olacaq. Yəni, biz bunu bu tərəfdən nömrəliyirik. Olur 2 brom propan. Demək, cavabımız olacaq D variantı. 16-cı testə baxırıq. Bizə, demək, alkadiyen veribdir uşaqlar. Alkadiyen verib və üzərinə 2 mol H-xlor gəlib. Demək, alkadiyen üzərinə 2 mol H-xlor gələndə burada, demək, temperatur 40 dərəcədən yuxarı yazsa da, burada 2 molu birbaşa gəlib uşaqlar. Əgər bir dəfə gəlsə, birinci dəfə gəlsəydi 1-4 vəziyyətində birləşərdi. Temperatur böyük olsa 44 dərəcədən. Sonra da yenə aydın məsələdə 2 qat rabitədə ortaya keçəcəkdi. Yəni artıq Markovnikov qaydasına tabe olmayan, daha doğrusu Markovnikov qaydası ilə getməyən reaksiya olacaqdı. Hidrogenlərin sayı bərabər olduğu üçün. Burada ancaq birbaşa 2 mol H-xloru elə birinci mərhələdən əlavə elədiyinə görə burada artıq reaksiya Markovnikov qaydasına gedəcək. Burada reaksiya necə baş verəcək? Biz indi kitablarda ən çox biz bunu mərhələli öyrənmişik. Yəni topluda da reaksiya mərhələli şəkildə var, buna aid reaksiya. Ona görə 2 mol H-xloru əlavə etdikdə aydın məsələdir ki, hidrogenlər yenə bura birləşəcək. Olacaq CH3, xlorlar da bura birləşəcək. Olacaq CH xlor, CH yenə xlor,
yenə hidrogen bura birləşəcək, olacaq CH3. Yəni Markovnikov qaydasında bir hidrogen bura, bir xlor bura, bir hidrogen bura, bir xlor bura. Necə Markovnikov qaydasında 1-2 qat rabitə deyirdikmi? Hidrogen hidrogenin çoxluğuna birləşəcək. Burada da yenə hidrogen hidrogenin çoxluğuna birləşəcək, halogen bura birləşəcək. Hidrogen hidrogenin çoxluğuna, halogen bura, yəni 2 mol üçündə elə nəzərdə tuturuq. Alınan maddə olacaq 2-3 dixlor butan. 2-3 dixlor butan olacaq. Cavab olacaq D variantı. Sonra baxırıq 17-ci testimizə. Demək 17-ci testimizdə deyir ki, hansı maddəni bir monoxlorlu birləşmənin natriumla reaksiyasını almaq olar. Propan uşaqlar 3 dənə karbonu var. Yəni biz bunu bir dənə monoxlorlu birləşmədən ala bilmərik. Məsəl üçün bir etil, bir metil radikal götürməliyik ki, oradan propan alaq. Sonra ikinci radikala baxaq. İkinci də 2 metil propandır. Yəni elə bil burada bir metil radikal var da 2 metil propan. Yəni bundan da ala bilmərik. Demək birincidən ala bilmərik, ikincidən ala bilmərik. Üçüncüyə baxaq. Üçüncüdə necədir? Üçüncüdə də 2 metil butandır. Demək 2 metil butan. Yəni burada da yenə ortadan bölsək radikalı, yəni oxşar radikallar alınmır da burada. Ona görə bir monoxlorlu törəmədən ala bilmərik. Burada məsəl üçün bir izopropil, bir də etil radikal olan bir dənə monoxlorlu törəmə götürəcəyik. İndi D variantına baxaq. 2-3 dimetil butandır. Burada görürsünüz radikal ortadan bölündə bir-birinə oxşar olan 2 radikal alındı. Ona görə də onu bir monoxlorlu birləşmədən almaq olar. Bir monoxlorlu birləşmənin üzrə natrium gəlməklə almaq olar. Ona görə cavab olacaq D variantı. 18-ciyə baxırıq. Bizə burada veribdir poliizopren. Demək poliizoprenda uşaqlar biz demişdik ki, 2 qat rabitə demək keçir ikinci karbona. Bir dənə 2 qat rabitə qalır, o da ikinci karbona keçir. Və 2 dənə karbon hansı hibridləşmə vəziyyətinə gəlir? sp3-ə keçir. Yəni bu da sp3-dür, bu da sp3-dür, bu da sp3-dür. Yəni bunun əvvəldən bir dənə sp3 var idi. 2 dənə bu karbonlar isə sp2 hibridləşmiş vəziyyətində. İndi gəlin görək bizdən nə soruşur. Deyir hibrid orbitalları 36.000-dir. Bax bunun bir molekulun hibrid orbitalı demək 4, 4, 4. 12 dənə sp3-ün 6 dənə də sp2-nin. Yəni 3-ü bunun, 3-ü də bunun eləyir 18 dənə. Yəni bir molekulun 18 dənədirsə, onda 36.000 olmaqdan ötürü, yəni bunu burada polimerləşmə dərəcəsini n istəyir da bizdən. Deyir polimerləşmə dərəcəsi neçədir? Demək onu olacaq neçə? Olacaq 2000. Yəni 2000 dəfə nə etməlidir? Zəncir təkrarlanmalıdır. Cavab olacaq A variantı. 19-cu testə baxırıq. 19-cu testimizdə yenə alkanın alınma reaksiyasıdır uşaqlar. Buradan demək buradan butan alınıb. Butan alınıbsa burada indi radikala baxaq. Üçlü butil radikalı ola bilməz. Burada ikili butil radikalı üçün baxsaq uşaqlar, ikili butil radikalı üçün alına bilər. Demək əgər radikalımız bizim belədirsə, bax buradan COO natriumdursa, bax buradan qırıldı. Bax belə bir bu hissədə, bax bu hissə gəldi, birləşdi, əmələ gətirdi natrium karbonatı. Və yerdə qalan radikalımız ikili butil radikalı budur. Və burada qalan bax bu hidrogende hansı ki biz deyirdik burada qalır. Bu da gəlib buraya birləşəndə olacaq nə? Butan. Ona görə ikili butil radikalı cavab B variantı buna uyğundur. 20-ciyə baxırıq. Pentanın izomerlərini deyir müəyyən edin. Demək pentanın izomerlərini müəyyən etmək üçün uşaqlar bunların hamısının bir-bir formullarını yazaq da. Birinci 2,2 dimetil propan aidi məsələdir ki bu izomeri olacaq. 5 dənə karbonu var. 2,2 dimetil propan. Sonra 2 metil butan, 2 metil butan deyirsə də, burada da yenə 2 metil butan. Yəni bu da izomeri olacaq. Demək cavabımız 1-dir, 2-dir. Yəqin ki o ikisi aid olmayacaq. Çünki elə 2 dənəli cavab. 2-3 dimetil butan, 2-3 dimetil butan olsa, bunun 6 dənə karbonu olur. Yəni buna görə bu aid olmayacaq. Siklopentan da ümumiyyətlə sikl alkanların izomeri deyil də, alkinlərin izomeridir. Ona görə cavabımız olacaq nə? 1-lə 2 D variantı. 21-ci testə baxırıq. 21-ci testdə bizə
Demək nə verib burada? Metandır. Metan 2 mol xlorla reaksiyaya girir. Demək metan 2 mol xlorla reaksiyaya girəndə biz demişdik ki, neçə mol xlorla reaksiya daxil olursa, demək o qədər hidrogeni nə edir? Xlorla əvəz olunur və o qədər də mol nə alınır? H xloru alınır. İndi bizdən burada soruşur ki, alınan X maddəsi, yəni bu bizim X maddəmizdir. X-in molekulunda karbon atomunun oksidaşma dərəcəsini istəyir. Hə, burada olsa -1, 2-yə vursaq 2 dənə mənfi yükümüz var. Burada olsa -1, 2-yə vursaq 2 dənə müsbət yükümüz var. Onda karbona 0 düşəcək. Aydın məsələdir ki, cavab olacaq B variantı. Hansı birləşmənin singlə reaksiyasından buten 2 almaq olar? Demək, buten 2 almaqdan ötürü, demək, bu bizim buten 2 maddəmizdir. Və singlə reaksiya biz onların dihalogenli törəmələrini singlə təsir edirdik də. Əgər bu maddə buten 2 imişsə, demək onun halogen harasındaymış? Bu hissəsindəymiş. Demək, istəyir brom olsun. İndi bu hansı bilinir? Bromlandır. Burada hamısı bəli bromlandır. Biz də brom yazaq olsun. Demək, buradaymış da. Onda bu olur nə? 2,3 dibrom butan. Yəni 2,3 dibrom butana biz sinklə təsir edəndə, demək bromlar buradan çıxıb gedir. Alınır nə? Buten 2 cavabımız olur nə? Y variantı. Sonra 23-cü testdən davam edirik uşaqlar. Bizə polimerli verib. Poliizopren. Demək, poliizoprenin quruluşunu yazsaq. Və bir də verilib polipropilen. Demək, polipropileni də yazsaq. Demək, hər ikisi artıq polimerləşib bunu. Makromolekul əmələ gətirib. Demək, polimerləşmə dərəcəsi hər ikisinki də bir-birinə bərabərdir. İkisininki də eynidir. Molekulunda olan hidrogen atomlarının sayı, propilenin metil qruplarının sayı 500-dür. Bax, propilində bir dənə metil qrupu var. Və metil qrupunun sayı 500-dür. Yəni, N-in qiyməti 500-dür. N-in qiyməti 500-dürsə, demək, burada da N-in qiyməti 500-dür. Və bizdə deyir ki, X-dan Y, yəni bunların molekulunda olan hidrogen atomlarının sayı fərqini istəyir. Əgər bunun birinin neçə dənə hidrogeni var uşaqlar? Bax, birinin baxırıq ki, 8 hidrogeni var. Birinin 8 hidrogeni var. Onda 500-ün neçə hidrogeni olacaq? Olacaq 4000 hidrogeni. 4000 hidrogeni. Bunun da birinin 6 hidrogeni var. Birinin 6 hidrogeni var. 500-ünün də neçə hidrogeni olacaq? Olacaq 3000 hidrogeni. İndi bizdən də X-dan Y-in fərqini istəyirsə də, yəni 4X burada bu bizim X-imizdir da, bu 4000. Bu 3000 də bizim Y-imizdir. X-dan Y-in fərqi 4000-dən çıxırıq 3000-i, qalır nə? 1000. Yəni cavabımız burada olacaq 1000. 24-cü testə baxaq. 24-cü testdə bizə metan verib. Demək, metanın neyiniyibdir? Metanın yanmasına sərf olunmaq üçün. Metanı yandırıb uşaqlar. Demək, yenə alınacaq nə? Karbon qazı, su. Deyir, metanın kütləsi M-24-dür. Tam yanmasına sərf olunan oksigenin kütləsi isə M-dir. Metanın kütləsi bizdə burada əmsallaşdırsaq, burada 2 düşəcək. Yəni 16 qram olanda metanın kütləsi olur, oksigenin kütləsi olur 64. 64. Yəni burada sərf olunan oksigenin kütləsindən metanın kütləsi 24 qram azdır da bizə veriləndə. Bizə görə normal nəzəri tənlikdə nə qədər azdır? 48 qram azdır. İndi bizdən sərf olunan oksigenin kütləsini soruşur. Demək, əgər 48 qram az olanda bunların kütlələri fərqi, sərf olunan oksigen olur 64 qram. Onda 24 qram az olanda sərf olunan oksigen olacaq X o derəcə 32 qram. Yəni M-in qiyməti nəyə bərabərmiş burada? 32-yə. 25-ci testdə baxırıq. 25-ci testdə bizə alkan verilib, kütləsi M-dir. 1 molunun tam yanmasından alınan karbonun kütləsi 3M-dir. Demək, yenə yanma tənliyini yazaq uşaqlar burada. M mol CO2 və M plus 1 molda nə alınırdı? Su alınırdı. Demək, alkanın kütləsi M-dir. Demək, 14N plus 2, bu nədir? M imiş. Alınan karbon qazının kütləsi də 44N-dir. Bu da nə imiş? 3M imiş. 3M imiş. İndi biz elə bunu bərabər eləyək də. Demək, 14N plus 2 bərabərdir M-ə.
bərabərdir M-ə. 44N də bərabərdir 3M-ə. Aha, burada bu M-in yerinə gətirək bunun qiymətini qoyaq. Demək 44N bərabərdir 3 vurulsun 14N plus 2. O da nəyə bərabərdir? 42N plus 6-ya. 42-dən 44-ü çıxsa, 44-dən daha doğrusu 42-dən çıxsa qalacaq 2N bərabərdir 6-ya. N-də nəyə bərabər olacaq? 3-ə. Demək, propan imiş bu. İndi görək nə istəyir bizdən. X-in molekulunda hidrogen atomlarının sayını hesablayın. Bunun 3 dənə karbonu varsa 8 dənə də nəyi olur? Hidrogeni olur. Ona görə cavab olur nə? 8. Hidrogen atomlarının sayını hesablayın. Aha, 8 olur cavab. Sonra 26-cı testə baxırıq. Hansı reaksiyanın molekulunda pir abidəsinin sayı artır? Pir abidəsinin sayı artır. Burada alınacaq uşaqlar demək CH2 demək butadiyen 1,3 alınır da. Demək CH2. Burada 2 yoxdur. Burada artır. Yəni birincidə artır. Cavabımız elə biri 1-dir. İkincidə əksinə pir abidəsinin sayı azalır. Çünki spirtə çevriləndə spirtdə də demək pir abidə yoxdur. Ona görə burada əksinə azalır. Bu olmayacaq. Burada karbonla hidrogen ayrılır. Burada ümumiyyətlə pir abidəsi yoxdur. Burada isə nə alınacaq? Etilen alınacaq. Dihalogenli törəmənin sinklə təsiridir. Yəni burada artacaq. Cavab olacaq 1 ilə 4. 27-ciyə baxırıq. Uyğunluğu deyir, müəyyən edin. Uyğunluğu burada 550-də alınırdı C2H4, 1500-də alınırdı C2H2, 1000-də də alınırdı karbon. İndi bizdən nə soruşur? Deyir X, Y, Z. Burada bizə deyir X, Y, Z-də tapın hansı maddədir. Demək X nə oldu? X oldu etilen, yəni D-yə uyğun gəldi. Sonra Y oldu asetilen, asetilen yəni A-ya uyğun gəldi. O birisi isə karbondur, B-yə uyğun gəldi. Sonra növbəti baxaq 28-ci testimizə. 2 xlor butanın quruluş formulunu deyir, yazın. Uşaqlar 2 xlor. Demək, ikinci karbonda xlor var, butandır. 2 xlor butan, bu reaksiyanı burada yazaq uşaqlar. Demək, 2 xlor butandır. Sonra deyir ki, quruluş formulunu yazın. Yazdıq, birinci bunu istəyir. Sonra bu maddənin natriumla reaksiyasının tənliyini yazın. Aha, natriumla reaksiyasının tənliyini biz yazsaq, yenə virus reaksiyası. Demək, alınır natri xlor, üstünə gəlinsin. Demək, xlor buradan çıxdı, radikal buradan açıq qalacaq. Demək, CH3, CH, radikalımız açıqdır. Demək, CH2, CH3. Sonra özünə oxşayan birində yaradırıq. Bax, bu karbon CH, CH yazdım. Sonra bunu yazıram CH3. Sonra bunu yazıram CH2, CH3. Sonra neyini deyir? Əmsallaşdırın. Əmsallaşdırın adi məsələdir. Buraya bir 2 əmsal düşəcək natrium qarşısına. 2 əmsal düşəcək natri xlorun qarşısında 2 əmsal düşəcək. Bunu da belə əmsallaşdırdıq. Demək, üçüncü tələb etdiyini də yazdıq. 29-a baxırıq. Deyir, cədvəli tamamlayın. Alkanın səmərəli üsulla adı. Demək, tetrametil metan. Tetrametil metan hansı ki bayaq yazmışdıq yenə. Buna aid test var idi. 2 dimetil propandır. Deyir, molekulunda rabitələrin sayı, karbon hidrogen rabitələrinin sayı uşaqlar bunun aid məsələdir ki, C5H12-dir və bunun 12 dənə nəyi olacaq? Karbon hidrogen rabitəsi olacaq. Bu olacaq 12. Demək, deyir ki, molekulunda tetrametil metan. Karbon-karbon rabitəsi isə 0 olacaq da, olmayacaq karbon-karbon rabitəsi bunun. Yox, 0 nədir? Karbon-karbon rabitəsi 1, 2, 3, 4 dənədir. Karbon-karbon arasındakı rabitə niyə 0 olsun ki? Sonra baxırıq ikinci, deyir, karbon-karbon arasında 2 dənədir. Karbon-karbon arasında əgər 2 dənə rabitə varsa da, bunda olacaq nə? Alkanda da bu. Demək, C3H8 neçə hidrogen olacaq? Karbon hidrogen 8 olacaq. Və sonra deyək, səmərəli üsulla bunu adlandırın. Səmərəli üsulla biz adlandırsaq, uşaqlar, biz bunların metanın törəməsi kimi baxırdıq və ən az hidrogeni olan metana
hidrogeni olan karbonu metan kimi qəbul edirik. Bunu götürürük. İki tərəfində də metil var. Olur dimetil metan. 30-cu testə baxaq. 30-cu testdə demək nədir? Alüminium karbiddir. Demək alüminium karbid üzərinə su gəlib və aydın məsələdir ki, buradan alınacaq alüminium hidroksid və bir də alınacaq metan qazı. Reaksiyamızı əmsallaşdırsaq, bura bir 3 düşər, bura bir 4 düşər, 12, 12. Burada bir suyun qarşısında bir 12 əmsal düşər. İndi bizə də deyir ki, su burada 5 mol istifadə olunub və m qramda deyir x alınıb. Yəqin də bax bu qaz suyu sıxışdırıb çıxarma üsuluna yığıb, metan qazda suda həll olmadığı üçün suyu sıxışdırıb çıxarma üsuluna toplamaq olar sınaq şüşəsini. Deyir reaksiyanın tənliyini yazdıq. Əmsallaşdırdıq. Alüminium karbid artıq miqdarda götürülmüşsə deyir m-i müəyyən edin. Demək 12 qram su götürüldükdə nə qədər metan qazı alır? 48 qram. Yəni metanın MR 16-dır və 3 mol da alınıb. 16 3-ə vurur 48 qram. Bəs 5 mol onda su götürülsə nə qədər alınır? X alınır. İndi burada olur 1. Burada da olar 4, o da olar 20 qram. Demək 20 qram nə alınıb? Metan alınıb.